Bax, Alyans şirkətinin nümayəndəsi gör nə deyir. Bax, qulaq as bir dənə. Post ilə. Burada 45 ailədən artıq hamısı köçübdür. Yəni problemsiz, heç bir şey narazılıq olmayıb. Təkcə bu ailə qalıb və Evimi söktülər. Məhkəmənin qərarları ola. İndi gəl də burada iş aparırlar. Baxın ay Camal. İlk prokuraturada işləri, məhkəmədə işləri, inzibati məhkəmə işləri burada yaşayan cəmaət burada yaşayır. Orada mənim çıxarışlı torpağımı zəbt edib iş görülə vicdansızlar. Gördün Ceyhun Musayev? Cəmaatın evini sökümsüz qalıb küçələrdə. Necə yaraşdırırsan bir kişilik və mənliyə? Alyans şirkəti evdə olmadığı halda söktü qoydu cəmaatın evini. Azərbaycan televiziya kanalları, gəlin araşdırın, o xanımı tapın, sənədlərinə baxın, evinin yerinə baxın, bizim kvadratımızı dəqiq baxın, sənədlərimizə baxın. Ceyhun Musayev kimiləri çoxdur ya bu ölkədə. Sabah bir sürü müharibə çıxsa, satıb qaçanlardır ya bunlar hamısı. Biz vətənimiz üçün, torpağımız üçün, dövlətimiz üçün, prezidentimiz üçün, insanlarımız üçün vuruşan bir insanları. Elencələri qoyub qaçacaqlar bizi. Elencələri satacaqlar bizi 5 manata, 3 manata. Analarımızı, bacımızı satacaqlar. Cəmaatı qoyublar bayırda deyir, hamını razı salıb köçürdümüşük. Utanmırsan, ağzıva gələni danışsan. Deyə, bu yaşlı arvada bax da bir. Dəfələrlə gəlib sizin yanınıza. Utanmadın o sözü deyəndə.